Kəndimiz ən gözəl yer idi. Biz Göyçədən gəlmişik. Toğulca kəndindən atam Əhmədov Cabbar Əli oğludur. Anam Əhmədov Gövhər Kəvva Qasım qızıdır. Biz 88-ci ildə qaçqın düşmüşük. 50 oldum. Atam istədi həkim apara, sonra nəsə baş qarışdı, apara bilmədi. İkinci qrup 50-yəm. Martın 4-ü atam rəhmətə gedib. 6 aydan sonra biz qaçqın düşmüşük. Axşam saat 5-6 araları olardı. Hara düşdü ki, çıxardılar. Qonşu dedi, anam dedi, yox, mən heç əliyə etmirəm. Bizi yolladı bir maşınla, 2 qardaş, bir də məni. Gəldik, biz töküldük Şınığa. Ermənilər qabağımızı kəsdi, hərə bir maşınla, gətirirlər bizi tökürlər Gəncəyə. Gəncədə Qazaxda bacım vardı, dedilər oraya idin, anam gəlmədi. Sonra böyük qardaşım da getdi, dedi, yox, mən gəlmirəm hələ. Eləlikən gəldik, 8 ay Qazaxda qaldıq, atamın ilini verdik, atamın ilindən sonra da gəldik Bakıya. Qardaşım da 92-ci ildə əskər gedib, iyun ayının 10-da, sonra da yaralandı, gəldi. 6 il böyük qardaşım əskərlikdə çəkib, 4 il kiçik qardaşım. Çətinliyimiz çox olub. Mənim anam rəhmətə gedincə deyirdi, Allahın haqqda mən aparır da bir dəfə torpağı öpəm gələm. Oranın hər dəqiqəsi bizim üçün qızıldır. Ümidimiz var ki, biz Qərbi Azərbaycana qayıdarıq. İlk dəfə atamın məzarını ziyarət edərəm. Mən özüm əslən Qərbi Azərbaycandanam. 1969-cu ilin sentyabrında həkim ailəsində doğulmuşam. Ailəmizdə demək olar ki, hamı ziyalıdır. Atam uzun müddət kəndin həkimi olubdu. Mən özüm məktəbi Çəmbərəkət rayonu Nəmirxeyir kəndində bitirmişəm. 88-ci ildə qaçqınlıq başlamamışdan əvvəl mən NİST-a qəbul olmuşam. Qaçqınlıq həyatımda mən 1-ci kursda tələbə olmuşam. Dekabr ayının 2-sində artıq demək olar ki, axırıncı kənd bizim kənd çıxıbdı. Mən bir il valideynlərimi heç görməmişəm. Mənim atam qaçqınlıq həyatında 53-54 yaşı olub. Hər şeyi hazır olanda qoy çıx. Evi itirmək, eşi itirmək, doğulduğum vətəni, eli, evdən hər şeyi itirmək nə demək olduğunu indi çox dərindən dərk eləyirəm deyə. Həmin günü xatırlamaq istəmirəm. Böyük qardaşım mənim 1-ci qrup əlil olubdu. Qaçqınlıq həyatını atam o qədər acı keçirib ki, mənim o qardaşım həmişə atama sual verirmiş ki, ata, axı hamınız yeriyə bilirsiniz, mən yeriyə bilmirəm. Məni siz aparasınız, yoxsa mən burada qalacam? Atam ona deyib ki, əgər səni apara bilməsəm, özüm də təslim olacam, qoy ikimiz də ölək. Amma mən səni çiynimdə də olsa aparacam. Çox ağrılar, acılar, bax bu qardaşımın həyat hekayəsidir. O şeyləri çox dərindən düşünərəkdən mən çox gənc yaşlarımda xəstəliyə tutuldum. Əvvəl ürək çatışmamazlığı, sonra mən onkoloji xəstəyəm. Artıq bu il 10 ilim tamam olub ki, mən onkoloji xəstəlikdən əziyyət çəkirəm. Bir oğlum var, ailəliyəm. Bizim kənd 2 kənddən yuxarıda yerləşir. Mən təsəvvür edirəm ki, artıq avtobus dayanıb Çaykək kəndində. Mən öz kəndimizə gedən marşrutu gözləyirəm ki, gələcək mən evimizə gedəcəm. Ən böyük arzum atamın
anasının, nənəmin, bir də atamın, dayılarının qəbrini gedim ziyarət edeyim. Mənim atam-anam əslən Qərb Azərbaycanlıdır. Göyçə mahalının Toğluca kəndindən. Onlar 1988-ci ildə öz dədə-baba yurdlarından zorla Didərgin düşüblər. Özüm Bakıda doğulmuşam. Amma nədənsə Göyçə mahalının o yerləri mənə daha çox doğma və təsirlidir. Ola bilsin ki, baba nənəmin danışdığı xatirələr, valideynlərimin danışdığı xatirələr məni o yerlərə, o torpaqlara bağlayır. Sanki uşaqlığımın bir hissəsi o yerlərdə keçib. Qəribəsi budur ki, mən heç o yerləri bircə dəfə də olsa görməmişəm. Amma belə videolardan, xatirə şəkillərindən görmüşəm, belə canlı yox. Babamın xatirələrindən, nənəm xatirələri o qədər mənə şirin, təsirli gəlir ki, bir anlıq elə bilmişəm ki, o yerləri gəzirəm, o dağları mən də gəzirəm, babamla, nənəmlə. O buz bulaqdan mən də su içirəm. Ən çox babam xatirələrində o yerlərin, çəmənliyin, suyun, oranın təbiəti haqqında danışır və mən də xəyalanda olsa o yerlərdə oluram. Hazırda Xəzər televiziyasında çalışıram. Burada bir çox mövzularda süjetləri görmüşəm, xəbərlərdə vermişik. Amma mənə ən çox təsirli olan süjet Qərbi Azərbaycanla bağlı olub. Qərbi Azərbaycanın tarixi haqqında bir süjet var. 1905-1918-ci ildə, hansı ki, orada dəhşətli soyqırım olubdu. Göyçə mahalında, Qaraqoyunluda və bir çox mahallarda kütləvi soyqırım olub. Mənim ulu babam da həmin soyqırımda zərər çəkənlərdən biri olubdu. O torpaqlarla bağlı mənim bir tək arzum var ki, o yerlərə qayıdanda mənim qardaşım qəşəng saz çalır. Bizim də ən sevdiyimiz saz havalarından biri Göyçə havasıdır. Baba yurduma qayıdanda o Göyçə havasını çala-çala orada bir məclis quraq, həmin günü qeyd edək. İnşallah o günü gözləyirik. Mən Xəyalə Yusif, əslən Qərbi Azərbaycanlıyam. Mənim atamın ailəsi 53-cü ildə qaçqın kimi gəlibdi. Anamın ailəsi isə 88-ci ildə Qərbi Azərbaycandan gəliblər, Bakıda, Qazaxda məskunlaşıblar. Anam həmişə vətən həsrəti ilə yaşayıb, həmişə kəndi üçün darıxıb. Biz anam da, atam da Vedibasarın Qaralar kəndində doğulubdu. Həmişə anam oranın həsrətini çəkib, həmişə torpaqlarına geri dönmək arzusu ilə yaşayıbdı. Mən bunları eşidə-eşidə böyümüşəm. Birinci qrup əliləm. 2000-ci ildə 14 yaşında xəstələnməyə başlamışam. Xəstəliyim elədir ki, tədricən xəstəliyim irəlilədi və sonda demək olar 2019-cu ildə arabada oturmaq oldum. Bu arabada oturmaq pis bir şey deyil mənim fikrimcə. Mən arabamı çox sevirəm. Əl işlərinə 2015-ci ildə başlamışam. İlk dəfə özüm üçün qolbaq toxudum, gördüm yaxşı alınır. Fikirləşdim ki, niyə də bunları düzəldim, biznesə çevirməyim. Son vaxtlar toxumağa da başlamışam. Belə gözəl çantalar ərsəyə gətirirəm, çox sevilir çantalarım. Əl işləri əsasən rəngarəngdir. Mənim belə bir də sloqanım var ki, həyatınız rənglənəcək. Anamın yaşadığı kəndi gedib görmək istəyərdim, ziyarət etmək istəyərdim. Ola bilər o ev hələ də dursun, babamın evi.